إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. İlk növbədə qardaşlar, hər birini salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Və elhamdülillah biz inşallah Şeyx Arafat Hafizahullahın şərhi ilə Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatını oxumaya davam edirik. Keçən səfər qaldığımız yer biz elhamdülillah Allah müvəffəqiyyəti ilə öyrəndik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə kimlər bənzəyir. Və bu günlərində inşallah mövzu olaraq sifətuhu el-xalqiyyə, Peyğəmbər sallallahu aleyhi və səlləmin xilqəti vəsiflərini oxuyacağıq inşallah. Və ilk mövzu i'tidal tulihi sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellemin orta boy olması haqqında. Səhih hədisləri şeyx gətirəcək və həmçinin bu babda olan zəif hədisləri də qeyd edəcək ki, məlumatlı olaq. Şeyx ilə ilk olaraq Enes radiyallahu anhudan olan hədisi getirir ki, Kana rab'atan minel qavmi leyse bit-tawid və la bil-qasir. Peyğəmbər sallallahu aleyhi və səlləm Enes radiyallahu anhu söyləyir ki, orta boylu idi. Nə hündür boy değildi, nə də Allah Resulü qısa boylu değildi. Və həmçinin yenə İmam Buxari rahmanullah rivayet edir. Enes radiyallahu anhu söyləyir ki, Kana Resulullah sallallahu aleyhi və səlləm leyse bit-tawil el-ba'in və la bil-qasir. Peyğəmbər sallallahu aleyhi və səlləm açıq, aşkar, yəni diqqət çəkən dərəcədə nə uzun boy değildi, nə də ki həddindən artıq, yəni qısa boylu değildi. O fi hədisi el-Bərar, həmçinin Bərar radiyallahu anhudan gələn hədisdə söyləyir ki, sahabə Peyğəmbər sallallahu aleyhi və səlləm kənə Rasulullah sallallahu aleyhi və səlləm raculən mərbu'an. Sahabə söyləyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mərbu'an orta boylu idi. Və şeyx mərbu haqqında niyə mərbu'an hədisdə sahabə belə söyləyir? Ümumən bu kəlmə mənası şeyx gətirir ki, çox uzun və çox qısa olan iki nəfərin arasında olan insana deyilir, mərbu. Nə diqqət çəkən dərəcədə uca boylu, nə də daha çox kiçik görünən bəstə boylu olan bir kişinin sifəti deyil mərbu. Yəni nə aşırı dərəcədə uzun, nə də olduqca qısa boylu değildi. Muhammed sallallahu aleyhi və səlləm ikisinin ortasındaydı. Orta boylu idi. Bəl kənə mu'tədidən mütəvəssidən fi qaməti. Əksinə o şeyx söyləyir ki, qamətində, boyunda Allah Resulü orta boylu idi. Və burada təkrar edir şeyx hədisləri. Baxsan, yəni görərək ki, bütün hamısının ləfsləri fərqli olsa da mənaları eynidir ki, Allah Resulü sallallahu aleyhi və səlləm orta boylu olub. Və həmçinin zəif hədis var. Şeyx bu hədisi söyləyir ki, diqqətli olaq. İnsanlar gətirirlər Əbu Hureyra radiyallahu anhudan olan hədisdir, lakin səhih deyil. Ənə Nəbi sallallahu aleyhi və səlləm məəmməşə mə'əhədin illə taləhu. Söyləyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir kəssə gəzərkən ondan hündür heç kəs görünməz. Bilin ki, bu hədis qardaşlar zəifdir, səhih deyil. Və bunu həmçinin gətirirlər Peyğəmbər sallallahu aleyhi və səlləm xasaisindən söyləyənlər var. Lakin şeyx buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xislətlərindən, vəsiflərindən deyildir ki, o kimləsə bərabər yeriyəndə daha hündür boylu görünürdü. Xeyr, əksinə orta boylu idi. Və həmçinin Ayşə anadan gələn hədis də var. Bu hədis də zəifdir, səhih deyil. Söyləyir ki, ləm yəkun əhədun yuməşihi minən nəsi illə taləhu Rasulullah sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm onunla deyir, kim gəzirdisə, mütləq onlardan deyir, hündür görünərdi. Sanki bunu həmçinin qardaşlar möcüzə kimi gətirirlər, lakin heç bir əsli yoxdur, səhih deyil hədis. Şeyx Allah ondan razı olsun gətirir ki, məlumatlı olaq biz sələfilər. Və o kəs ki,
Şeyx söyləyir, sual verilir ki, yaxşı, Peyğəmbər sallallahu aleyhi ve sellem nə uzun boy deyil idi, həddindən artıq, nə də ki, qısa boy deyil idi. Hansına daha yaxın idi, sual verilir. Şeyx buyurur ki, bu barədə bir dənə hədis var, o da zəif hədisdir. Amma şeyx bu hədisi gətirir. Allah aləm, bilmirəm, şeyx bunun öz rəyidir. Amma şeyx bu zəif hədisi gətirir. Əbu Hureyra radiyallahu anhudan olan hədis ki, Qalə kənə rab'ətən və huvə ilə tudi əqrab. Allah Resulü sallallahu aleyhi ve sellem orta boyda idi, lakin uzuna, yəni hündür boyluğa daha yaxın idi. Lakin bu hədis, qardaşlar, zəif deyil. Yəni daha doğrusu Allah bilir. Növbəti fəsil sifətu lavnihi. Peyğəmbər sallallahu aleyhi ve sellemin dərisinin rəngi. Cəət nususun sarihətun fi ənəhu əbiyyət sallallahu aleyhi ve sellem. Çoxlu açıq aydın dəlillər şəriyyətimizə gəlmişdir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ağ dərili olur. Fəfi hədisi Ənəs ibn Məlik. Ənəs ibn Məlikdən radiyallahu anhudan gələn hədis. Fikir verin, qardaşlar. Nə qədər hədis oxuyuruq, ancaq hansı sahabəni işitirsiniz? Ənəs. Niyə? Şeyx dedi keçən dərsimizdə. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellemə neçə il? 10 il xidmət edib. Allah Rasuluna 10 il xidmət edib. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellemin vəsiflərinin Ənəs radiyallahu anhu rəvat edir. Və bu hədisdə də gəlir ki, Beynəmə nəhnu culusun mə'an Nəbi sallallahu aleyhi ve sellem fil məscid. Biz Peyğəmbər sallallahu aleyhi ve sellemlə bərabər məsciddə oturmuşduq. Dəxalə rəculun alə cəməl. Dəvə üzərində bir kişi daxil oldu məsciddə. Fəənəxəhu fil məscid summa qaləhu. Məsciddə çöktürdü dəvəni və dəvəni bağladı. Sahabə söyləyir. Summa qalə ləhum. Sonra həmin kəs sahabələr dedi ki, Əyyukum Muhammed. Hansınızı Muhammed? Sallallahu aleyhi ve sellem. Və Nəbi sallallahu aleyhi ve sellem muttəkiun beynə zahrani. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də bizim aramızda dirsəklənmişdi, deyir, söykənmişdi. Fəqulnə. Bizlər dedik ki, Həzər rəculul əbiyyədül muttəqiu. Bax, bu kişidir, söykənən, ağ olan kişi. Biz belə dedik. Yəni, şeyx hədisin şahid olan hissəsi bu hissədir. Həzər rəculul əbiyyad. Bu ağ kişidir. Fikir verin, şeyx fayda gətirir burada gözə. O Nəbi sallallahu aleyhi ve sellem yəkun mütəməyyizən an əshabihi. Peyğəmbər sallallahu aleyhi ve sellem öz əshabından fərqlənmirdi, seçilmirdi. Lə bi libasin və lə bi kursi mulk. Nə bir libası ilə seçilirdi digər sahabələrindən, paltarı ilə, nə də ki öz kürsüsü var idi. Padişahlar kimi, heç nə. Və lə bi təcin alə rəsihi. Nə də başında bir tacı yox idi. Və lə bi şeyin yaxussuhu. Nə də elə bir şey yox idi ki, onu fərqləndirsin, xüsusiləşdirsin sahabələrlə. Hətta innən rəcul mə arafahu. Hətta fikir ver, kişi onu tanımadı. Hansıdır Muhammed dedi aranızda. Baxır, tanımır. Və qal əyyukum Muhammed. Söylədi ki, hansınızdır? Və huvə beyn ashabihi mə ashabihi sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem əshabının arasındaydı, onların yanında oturmuşdu. Fəlibəsuhu kəlibəs ashabihi. Paltarı da sahabələrin paltarından idi. Heç nə fərqlənmirdi. Yəni. Fərq etmir. Bax, vallahi böyük faydalar var. Hər kəs üçün, hər birimiz üçün, dəvətçi üçün. Paltarı da sahabələrin paltarından fərqlənmirdi. Və yecdusu kəmə yecdusu əshabihi. Öz sahabələri oturduğu kimi də Muhammed sallallahu aleyhi ve sellem əyləşmişdi. Və hum yəqtədirunə və yətəəssunə bin Nəbi sallallahu aleyhi ve sellem. Onlar Peyğəmbər sallallahu aleyhi ve sellemə hər bir işində nümunə götürürdülər, ona tabi olurdular. Və cəə fi hədis Əbu Cuhifə. Qalə rəaytu Rasulullah sallallahu aleyhi ve sellem əbyədə qad şəbə. Əbu Cuhifə radiyallahu anhu söyləyir ki, mən Peyğəmbər sallallahu aleyhi ve sellemi gördüm. Ağ idi, saçına, saqqalına ağdən düşmüşdü. Rəngi ağ idi, dərsi ağ idi. Və cəə min hədis Muhərriş Əl-Kəbi radiyallahu anhu. Həmsinin Muhərriş Əl-Kəbi radiyallahu anhudan, sahabədən gəlir ki, İ'təmə Rasulullah sallallahu aleyhi ve sellem minəl-Ci'ranə. Peyğəmbər sallallahu aleyhi ve sellem Ciranədən ümriyə girdi. Ciranədə, qardaşlar, Məkkəyə yaxın bir ərazidir. Oradan ümriyə girdi, leylən gecə vaxtı.
Fənəzartu ilə zahrihi. Mən ona arxa belindən baxdım, kürəyindən baxdım Allah Rasuluna kəənəhu səbiqətu fidda. Sanki onun dərisi gümüş külçə kimi idi. Səbiqətu fidda. Gümüş külçə kimi idi. Və əsbəhə bihə kəbəyit. Və gecəni də orada gecələdi Allah Rasulü. Və həzə yədullu alə beyadihi. Bu da dəlildir Allah Rasulunun yəni ağ olmasına dərisinin. Və burada səbiqətu fidda, fidda kimi, gümüş külçə kimi idi. Deyilməyində səbəb odur ki, səbiqə bir metalın, yəni gümüşün əridilmiş halı ki olur. Yəni öz qəlbi var, əridib ora tökürsən. Həmin o tökdüyün vaxtı ondan gələn parlaqlıq ki var, saflıq ki var, təmizlik var. Sahabə ona bənzədir Peyğəmbər sallallahu aleyhi ve sellemin küləyi. Və liyannəl fidda beyda. Çünki şeyh buyurur ki, çünki gümüş ağdır, parlaqdır. Və qavluhu asbəhə bihə kəbəyid. Və burada fayda olaraq gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem gecəni orada gecələdi və sahabələr deyir ki, biz bilmədik Peyğəmbər sallallahu aleyhi ve sellem nə zaman ömür elədi. Çox sürətli deyir, ömür elədi. Cənanədə olanda. Bu rəvayətdən hamısı şeyh buyurur ki, hamısı açıq-aşkar gəlmişdir, dəlildir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin dərisi yəni nə qara döl idi, nə də başqa rəngdə deyildi, ağ idi, ağa çalırdı, parlaq idi. Və həmçinin vəcəhət rivayət uxra və digər rivayətlərdə gəlir ki, Əl-Əshar belə bir adla adlandırır. Ənəs radiyallahu anhu yenə rivayət edir hədisi ki, Əshərəl-ləun leysə bi-əbiyad. Yenə Ənəs radiyallahu anh özü deyir. Allah Rəsulunun dərisinin rəngi parlaq idi, ağ idi, yəni parlaq idi. Yəni, leysə bi-əbiyad, ağ deyildi. İndi izah verəcək nə üçün ağ deyildi deyir. Sonra deyir ki, əmhəqa və lə ədəm. Şiddətli ağlığı da yox idi dərisində, nə də şiddətli qara deyildi. Ənəs radiyallahu anh. Və fi hədis Ali radiyallahu anh. Həmsə Əli radiyallahu anh rəvayət edir hədisi. Hədis Həsən li qayrihidir. Əshərəl-lun. Əli radiyallahu anh deyir ki, onun dərisi parlaq idi, parlayırdı. Yəni, əshar dedikdə, hədisdə keçən əshar şeyx deyir ki, mənası odur ki, ağ rəng ki var, yəni saf olan, parlaq rəng ki var, ona heç nə qatılmamış, yəni o deməkdir. Yəni nə orada deyir sarımtınlıq var, nə də qırmızılıq var. Parlaq idi dərisi Muhammed sallallahu aleyhi ve sellem. Vəl-əmhaq, hədisdə keçirən əsrardan deyir ki, yəni o deməkdir ki, dərisi şiddətli ağ deyildi, ağ-appaq deyildi, yəni Allah Rasulunun dərisi. Həmçinin başqa rəvayətdə gəlir ki, səhih hədisdə, eyni ilə Ənəs radiyallahu anhudan, dəyərli qardaşlar, Allah Rasulü əsmər idi, əsmər dərisi. Əsmər də bilirik, qarıya çalan, adca qarıya çalan deməkdir. Və hədisdə Ənəs radiyallahu anh söyləyir ki, həsənəl cisim, Allah Rasulü gözəl görkəmi var idi, yaraşıqlı idi. Əsmərəl-ləvn, dərisinin rəngi əsmər idi. Şeyh buyurur ki, əsmər dedikdə, yəni yüngül qarıya çalan deməkdir. Yüngül qaradan var idi. Yəni ağ-appaq deyildi, onu demək istəyir. Fəalə həzə ləm yakun əbyad sirfən. O da demək ki, yəni sırf xalis ağ deyildi Allah Rasulunun dərisi. Liyənnəl mənfi fi qavlihi. Çünki Ənəs radiyallahu anhu elə özü öz hədislərində inkar edir. Nəyi? Leysə əbyad huvəl bəyadıl xalis. Hədisdə nə dedi? O deyir, ağ deyildi. Yəni o deməkdir ki, xalis ağ deyildi Muhammed sallallahu aleyhi ve sellem. Və ləm təkun səmratuhu şədidə. Liyənnəl mənfi əydən fi qavlihi və lə ədəm. Hədisdə keçir ki, nə də o qara deyildi. Yəni o deməkdir ki, şiddətli qara deyildi Muhammed sallallahu aleyhi ve sellem. Hiyə sumrati şədidə. Fənəfə sumra əşşədidə. Fənəfə əl-bəyad əl-xalis. Və həmsində yəni şiddətli ağ deyildi Muhammed sallallahu aleyhi ve sellem və bizə bu hədislər, rəvayətlər cəm edərək bizə görsədir və ispat edir ki, Allah Rasulunun dərisi əshərəl-lun idi. Ağ idi, yəni parlaq idi rəngi. Ağ-appaq demək deyil. Və həzəl məqsud bihi kəmə əşərnə biənnəhu əbiyyad. Və ləkin müşrab bihumrah. Peyğəmbər sallallahu aleyhi ve sellem dərisi ağ idi, lakin qırmızılıq var idi, qırmızıtınlıq, yəni qırmızıya çalan idi o ağlıq. Yəni xalis ağ deyildi. Və qalə ba'duhum.
Bəziləri isə söylədi ki, Allah Rasulunun dərisinin rəngi haqqında innəmə yabruzu ilə şəms kənə əsmar. Günəşin toxunduğu ki yerlər var idi Allah Rasulunda, əzalarında kənə əsmər, əsmər idi həmin hissələr. Yəni tam ağ deyildi. Günəş toxunan hissələrdə bilirik də necə edir həmin dərini. وَمَا تَوَارِيهِ الثِّيَابِ وَتَسْرُهُ كَانَ أَبْيَاض. Və həmçinin günəşdən deyir gizlənən paltarının hissələri ki var idi, yəni günəş dəymirdi həmin hissələrə, gizlənmişdi, altda qalmışdı. O hissələr isə kənə əbiyad, ağ idi. Yəni ona görə də hədisdə keçir ki, əl-əshar aləl-əbyadil mustanir. Əsmər dedikdə, əshar dedikdə o deyir nurlanmış bir ağdır yəni. Nurlanmış, parlı olan bir ağdır. Və bildik ki, şeyx deyir ki, onlar hamısı paltarının, yəni günəş dəymədiyi hissələrində idi Muhammed sallallahu aleyhi və səlləm. Günəş dəyən hissələri isə deyir, وَأَنَّهُ əsmar. Yəni, qarıya çalan idi, günəş dəymişdi. وَلَيْسَ خَالِسًا şədidən. Heç də şiddətli, nə qara deyildi Allah Rasulü, və həmçinin də heç də şiddətli ağ deyildi. İkisinin ortasında idi yenə də. Muhammed sallallahu aleyhi ve sellem. Və şeyx buyurur ki, həmin o qırmızılığın olması ağlıqda, Peyğəmbər sallallahu aleyhi ve sellemin dərisinin rəngində, ona dəlil Əbu Hureyra radiyallahu anhudan gələn hədisdir. Səhih olan hədisdir ki, Cəə Arabi, bir bədəvi gəlir məscidə, eyni ilə o da dəvəsini salır və soruşur ki, burada əyyukum İbn Abdülmuttalib. Abdülmuttalibin oğlu kimdir burada? Peyğəmbər sallallahu aleyhi ve sellem axtarır ki, görsün. Yəni Ən-Nəbi sallallahu aleyhi ve sellem, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem. Fəqalu, onlar dedilər ki, huvə həzəl əmğar əl-murtəfiq. O, dirsəhlənmiş olan kişidir. Orada keçən əmğar, sahabənin dediyi əmğar, yəni rənginə o ağ olan dərisinə qatılmış bir qırmızılıqdır, belə deyək. Vəl-əsul əmğar, əmğar dedikdə şeyx deyir ki, yəni onun əsli nədir? Üzündə deyir, təmiz, bəyazlıqla bərabər qırmızılıq olan kişiyə deyilir bu kəlmə. Baxın, sahabələr Allah Rasulunun vəsf eləyərək elə dedilər. İki hədis gətirir burada Əli radiyallahu anhudan və Əbu Hureyra radiyallahu anhudan. Şeyx buyurur ki, hər ikisi zəifdir. Hər iki hədisdə də şiddətli birində ağlıq gəlir, birində qaralıq gəlir. Bilin ki, qardaşlar, heç biri səhih deyil. Və şeyx buyurur ki, heç birini hüccət olaraq götürmək olmaz. Səhih hədisdən, zəif hədisdən çünki əməl edilmir. Lakin həmçində şeyx buyurur ki, bu iki hədis Əli radiyallahu anhudan və Əbu Hureyradan gələn zəif olan bu hədis yuxalifəni mə cəə fis sahihin. Səhih hədislərdə, yəni Səhih Buxaridə və Müslimdə gələn səhih hədislərə müxalifdir. Və yekun olaraq şeyx buyurur ki, sifətuhu bi ənəhu əbyadun əshar. Peyğəmbər sallallahu aleyhi və səlləmin rənginin vəsfi parlaq olan ağ idi. Ağ, appaq demək deyil. Və həmçinin şeyx buyurur ki, yəni o əzaları ki, ora günəş dəyirdi və külək dəyirdi, əş-şəms və rih bi'ənəhu əshara müşrib həmra fəqad əsabə. O kəs ki, söyləyir ki, günəş dəyən hissələri, külək dəyən hissələri, yəni ağ yox, qırmızılıq da, qara da qatışmışdı o rəngə, o deyir artıq doğru demişdi. Doğru olan rəy də budur. وَلَوْنُهُ الَّذِي لَا يَشُقُّ فِيهِ الْأَبْيَضُ الْأَصْهَارِ. Heç bir şəkk olmadan Peyğəmbər sallallahu aleyhi ve sellemin dərisinin rəngi haqqında deyə bilərik ki, parlaq idi, ağ idi, bəyaz idi. وَإِنَّمَا الْهُمْرَ مِنْ قِبَلِ الشَّمْسِ وَالرِّيَاهِ. Onda olan o ağa qatılmış qırmızılıq, onlar hamısı deyir günəşdən və küləkdən dəymək idi, yəni. Günəşin və küləyin dəydiyi əzalarında həmin hissələr idi. Yenə daha doğrusunu Allah bilir. Allahdan istəyir ki, Allah subhanahu bizi eşidib faydalananlardan etsin. Aqulu ma tesmaun və estağfirullah li və lakum və li sairil muslimin min kulli zəm və estağfiruhu innehu vel gafurur.